Eviniz bizden olsun, evi olmayanların evi olsun inşallah. Bugün sizlərə, dəyərli izləyicilər, nə? Bir dənə möhtəşəm ev yox ha, bir dənə möhtəşəm villa təqdim edəcəyim inşallah. Görürsünüz də söz yox. Yəni evdə olan nə var? Azərbaycandan gəlməyib. Hamısı xarici ölkədən gələndir. Stollardır, divandır, nə var, nə yox, hamısı. Gördüyünüz əşyalar qalacaq. 5-10%-dən başqa evimiz 2 mərtəbədir. Ümumi kvadratı 300-320 kvadratdır. 16 sotda Qobi yolunda, 140-ın yolunda 16 sotda torpağın çıxarışı, evin isə kupçası var. Evimiz ümumi hər tərəfli malalit və ikinci mərtəbədəki həmçinin malalit və bu bizim villamızın mətbəx hissəsidir. Nəzərdə tutulub ki, səhər-səhərsin. Yəni çay içəndə, zavtraq eləyəndə həyətə baxmaq üçün gözəl bir mənzərəsi var. Mətbəx hissəsi, bir dənə evimə baxın. Qiymətin sonunda deyəcəyəm. Gördüyünüz nə var? Hər nə görürsünüzsə, mətbəxə zaldan da daxil olmaq olur. Və evə daxil olarkən kladovkadan daxil olmaq olur. Burada bir dənə spalni otağı. Evdə ümumiyyətlə yox söz yoxdur. Yəni villada, yəni belə deyək ki, villadır. Hər nə tənə işlənibsə, nə işlənibsə evimizə zövqə uyğun. Qapılara qədər xarici qapılardır. Burada belə bir dolabı var, paltarsın. Burada kombi otağı. Burada isə bir dənə hamam sanuzu. Və ikinci mərtəbəmiz daxil olaraq hər tərəfli kolon verilib evimizə. Kolonlarla tikilib və malalit betondur ikinci mərtəbə ilə birinci mərtəbəsinin arası. Bir sözlə dəyərli izləyicilər, villada bir dənə hamam sanuzu ikinci mərtəbədə. Yerinə qədər isti pol, asma tavan, hər bir şey. Yəni burada neysə deməyə ehtiyac yoxdur. Hamısı göz qabağında. Burada da bir dənə otaq, dolab da edə bilərsiniz. Və bir dənə də geniş ölçüdə burada otaq. Otaqlar say-say bitmir. 16 sotda yoldan məsafəsi nə qədər? Yoldan məsafəsi cəmi 50 metr. Burada bir dənə yataq otağı. Buradan da baxanda hər tərəf mənzərə görünür. Və buradan səkirdə çıxmaq olur. Torpağın çıxarışı evdəki təmiz paket kupçadır. O həyətinə bir dənə baxın, həyət sahəsinə. Bu cürlə evimizin həyəti də özü kimi gözəldir. Həyətdə də istədiyiniz hər nə meyvə yoxdur. Hamısı var. Gəl həyətin üç başaqdan çəkək inşallah. Burada da bir dənə həmin eyni ölçüdə və ölçülər çox həddən artıq çox genişdir. Çox şey yan demirəm, izah etməyə ehtiyac yoxdur. Özünüz görürsünüz. Sadəcə olaraq burada gördüyünüz, yəni bu mebellər, bunlar çıxacaq evdən. Bunların bir dənə bu otaqdaşlarının, yəni çoxunun evə aidiyyəti yoxdur. Bir dənə oradan da isə mənzərəni tutqunaq, düşər aşağı, gedək həyətə. Gedirik inşallah evimizin üz görünüşü ilə tanış olmağa. Bəh. Həyətdə, qardaş, həyətdə elə bir meyvə olmasın ki, həmin o meyvənin ağacı olmasın. Bir dənə bağa baxqına, ev öz sözünü deyir, bağ da maşallah öz sözünü deyir.
16 sotda. Qiymətin sonda vurğulayacağım sizə. Hər bir kommunal, yəni burada deməyə ehtiyac yoxdur, yəni kommunal var, yoxdur, yəni hamısı öz qaydasındadır. Evin fundamentidəki kolonlarla evin arxa hissəsi, bugünkü gündə evimizin qiyməti dəyərindən də aşağı düşür. Hər bir şey var da, kamera sisteminə qədər, nə söz, yox sözü yoxdur evdə. Qiyməti də cəmi, bu cürlə gözəl evimizin qiyməti cəmi 320 min deyilir. Real alıcı ilə cüzi də olsa endirimi olacaq. Sağ olun, salamat qalın. Allah hər birinizə beləsinə ev nəsib eləsin.